Ermənistan Müdafiə Nazirliyinin yeni bəyanatı atəşkəs pozulmur bəyanatının inkarıdır. Belə çıxır ki, Ermənistan Müdafiə Nazirliyi təmas xəttindəki hərbiçilərinə nəzarət edə bilmir. Today Press xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu öz Facebook hesabında yazıb. O, Ermənistanın Müdafiə Nazirliyinin son açıqlamasını belə şərh edib. Stat: Nazirliyin bəyanatında yazılıb ki, ara sıra havaya açılan atəşləri atəşkəsin pozulması kimi qiymətləndirmirlər və güya bu təhlükə yaratmır. Bu bəyanatı belə də oxumaq olar. Ermənistan hərbiçiləri əmrə tabe olmayaraq ara sıra havaya atəş açırlarsa, bu atəşkəsin pozulması demək deyil. Kim zəmanət verə bilər ki, havaya açılan atəş Azərbaycanın mövqelərinə tuşlanmır? Əslində Ermənistan Müdafiə Nazirliyinin yeni bəyanatı atəşkəs pozulmur bəyanatının inkarıdır. Statın sonu. Ekspert izah edib ki, bu Ermənistan Müdafiə Nazirliyinin təmas xəttindəki hərbiçilərinə nəzarət edə bilmədiyi anlamına gəlir. O, Ermənistanın baş naziri Nikol Paşinyanın bir neçə gün öncəki ifadəsinə diqqət çəkib. Stat: Nikol Paşinyan da bir neçə gün əvvəl Müdafiə Nazirliyinə tapşırmışam ki, atəşkəs rejimini pozmasınlar ifadəsi ilə etiraf etmişdi ki, hərbiçilərinə nəzarət edə bilmirlər. Statın sonu. Qiymət Mahir, Today Press.